Qədrxum günü çox mühüm gündür. Yaxşı keçirdin o günü. Çox böyük bayramdır. O gün əməllərindən biri oruç tutmaqdır. Oruç tutmaq. Hədis İmam Sadiqdəndir. Kim o günü oruç tutsa, bərabərdir nəyə? Elə bir bütün ömrünü oruç tutmusan. Bütün ömrünü oruç tutmusan və yaşamısan və oruç tutmusan. 70 il yaşayacaqsan, 70 il oruç tutmusan. O bir günə həmən o 70 illəri verərlər. Bu bir məsələ. O günün orucu bərabərdir 60 ilin günahının kəffarəsinə. Bu qədər gücü, qüdrəti var. Bağışlanmaq istəyənlər o gün orucundan möhkəm tutsunlar. O günün əməlləri. O gün əməllərindən deyəcəm sizə neyini. Amma savabını sizə deyirəm. Əgər bir insan o günü bir iş görə İmam Sadiq əleyhissalamdır. Nandı hədis. İnnəl əmələ fi yevmi qədir. Fi yevmil qədir. Buyurur ki, ya'dilul əməl fi səmaninə şəhra. O günün bir əməli 80 ayın əməlinə bərabərdir. 80 ay. O günün əməllərindən biri nədir? İt'am eləməkdir, yedirtməkdir. Süfrə açasan, qonaqlıq verəsiz. Hədisdə var, mən ətəmə mu'minən. Kim bir nəfər bir süfrə aça, bir yığa, Allah dostların bir yerə. Əleyhissalam sevdalılarından bir yerə, əhl-i beyt sevərləri, iman əhlini bir yerə. Kəmən ətəmə cəmi'əl ənbiya və siddiqin. Elə bir süfrə açıb 124 peyğəmbərin hamısı orada əyləşib.